60 manat pul istəyiblər, ondan gətirə bilməyib. Amansızca öldürüb, döyüblər. Maşınla üstündən keçiblər. Gözünü çıxardıblar. Əmisi deyir ki, başı nə gündəydi bilinmirdi. Onu atıblar, orada belə qalıb və bunu görən hansısa hafizəçi inilti səsi eşidib gecə ilə və götürüb polisə zəng vurub gəliblər və xəstəxanada dünyasını dəyişib. Bu ölkədə edam mütləq qərarı yenidən bərpa olmalıdır. Belə insanlar İranda kimi asılmalıdırlar. Baxın, uşaqları zorlayan, az yaşlı uşaqları zorlayanlar, narkotik satanlar, pula görə kiminsə balasını belə amansızca öldürənlərə 17 il, 18 il idmançını öldürdülər ha. Mənim verişimdə bir həftə o ilə mövzu elədim mən. Onun anası gedib onun qəbrini qucaqlayırdı. Onu öldürən adam atası əməkdar idman müəllimi idi. Neyin ilə mən o tərbiyəni ki, sən qatil böyütdün?